Salam əziz dostlar. Sizinlə bir o hadisəni paylaşacağım. Deməli, bayaq işdən gəlirdim. Yolda qarşım bir dənə cavan, harca 20 yaşları arasında bir cavan oğlan kəsdi. Mənə türkçə dedi ki, abi ben Türkiyəliyim, üniversitede okuyorum burada. Babam bana, annem bana para göndermiş, param bitmiş. Bana para verebilir misin? Ben karşıdaki lokantada yemek yiyeyim. Mən adama bir süzdüm simasına, geyimi keçimi gözəl, boylu buxunlu, yaraşıqlı, qulağında maaşnıyıb, çiynində çantası, düzənli bir gənc. Mən açığı nə yalan deyim, inanmadım bu uşağın türk olduğuna. Yəni necə mən sizlə türkçə danışdım, o da mən elə şəkildə danışdı. Demək ki, bizim türkçə danışmamızda problem yoxdur. Mən zamanında türklərlə işlədiyimə görə mən türk ləhcəsini bilirəm. Yəni Azərbaycanlının türkçə danışdığını, necə danışdığını bilirəm. Hiss olunur ki, bu Azərbaycanlıdır. Amma o insandan ayrıldıktan sonra beynimdə bir suallar formalaşdı ki, ya o adam həqiqətən bəlkə tələbə idi, bəlkə həqiqətən bir ehtiyacı vardı, amma mən ona güvənmədim. Yəni bizdə bu güvənsizliyin səbəbi hardan qaynaqlandı? Biz insanlar olaraq bir-birimizə bu qədər mi güvənsiz davranmaya başladıq? Və ya bunun əksini düşündüm. Dedim, bəlkə bu uşaq yalan danışır. Bu uşaq yalan danışırsa, bu cavan oğlan niyə yalan danışır? Bunun yalan danışmağına vadar edən nədir? Geyimi, keçimi, əyni, başı, boyu, buxunu, hər şey yerində, gözəl də bir oğlan uşağıdır, gəncdir. Niyə yalan danışsın? Niyə əgər yalan danışırsa, mənim düşündüyüm kimi danışırsa, o niyə türkçə danışsın? Niyə yalandan, duyğudan istifadə eləsin, insanların duyğusundan istifadə edib, pulu alıb, yalan danışmağa nə vadar edir? Və ya bunun valideyni bilirmi ki, mənim övladım yolda kimlərdənsə pul istəyir? Və yaxud da valideyn beləmi tərbiyə edib ki, oğlum get kimdənsə pul istə? İnanmıram ki, mən valideyn övladını belə tərbiyə eləsin ki, get yolda kimdənsə pul istə. Bizim bu vəziyyətə gəlib çıxmamızın, yəni hər iki tərəfdə həm insanlara güvənsizliyimizin, həm bir-birimizə inamsızlığımızın, həm insanlara qarşı laqeydliyimizin səbəbi nədir? İçimən daxil olmaqla. Və yaxud da bizim o gənclərimizin, insanımızın bu şəkildə yalan danışmağa vadar edən, yalan danışmaq üçün düşündürən səbəblər nələrdir? Biz nə zaman belə olduq? Niyə belə olduq? Bunun günahkarı kimdir? Bizikmi? Cəmiyyətdirmi? Valideyindirmi? Məktəbdirmi? Kimdir günahkar?